Cənubi Qafqazda ermənilər və türklər arasında başlayan bu böyük müharibənin səbəbkarı kim idi sualını verəndə Rusiya imperiyasını görə bilərik və bunu da bizə göstərən qızıl kitab əsəridir. Gürcü sosialistlərindən biri olan Karibinin kitabıdır və bu kitabı istinad eləyərək Mirzə Bala Məhəmmədzadə öz əsəri Ermənilər və İran kitabında bunu bildirib. Belə ki, bu əsərə görə ermənilər və türklər və gürcülər arasında bu üç xalq arasında heç bir problem yox idi. Nə vaxt ki, ruslar gəldi, bunlar arasında konflikt başladı. Normalda türklər arasında qan davası var deyir. Və çox qəşəng etnoqrafik detaldır. Deyir ki, hə, türklər arasında qan davası var. Müsəlmanlar birini öldürürlər. Amma bu milli səviyyədə deyil. Ay, sabah ki də gürcünü qıraq, sabah ki də ermənini öldürək kimi bir düşüncələri yoxdur. Nə də erməninin türkləri sabah öldürək deyə bir düşüncəsi yoxdur. Amma zamanla Daşnaqsutun partiyası ortaya çıxandan sonra ki, burada deyir ki, Daşnaqsutun firqəsinin zühurundan əvvəl, yəni ondan əvvəl yoxdur, ondan sonra var deməkdir. Artıq türklər və ermənilər arasında dava başlayır və burada deyir ki, Karibinin qızıl kitabında səhifə 49-da ermənilərin silah oynatmalarına türklər də eyni surətdə cavab verməyə başladılar. Yəni ki, erməni öldürdü, türk də onu öldürdü. Beləcə konflikt böyüdü. Ən axırı dedilər ki, siz 1000 illik düşmənlərsiniz. Və beləliklə Rusiya imperiyası asanlıqla bu iki xalqı düşmən elədi bir-birinə ki, ikisini də idarə eləsin. Və burada bir dənə detal var əslində. İşğalçı necə eləyir bunu? Birinci tarixi modifikasiya eləyir. Yəni erməni uşaqlarına deyir ki, türklər səni 1000 il doğrayıb, sən onları öldürməlisən. Uşaq da neynəsin, keçmişi bilmir, keçmişi bu günə gətirmək olmaz. Tarixi inanır. O modifikasiya olmuş yalan tarixə. İkincisi elitanı ələ keçirir. Erməni elitasını da ələ keçirir, Azərbaycan elitasını da ələ keçirir və bunlara deyir ki, belə yönəldin xalqı. Ona görə yönəldilər 19-cu əsrdə. Və daha sonra isə yığılan nifrəti də qonşu xalqlar da reaksiya verməyə başlayır ki, ay kişi, bu ikisi də barbardır, vəhşidir, bütün gün bir-birini kəsmək istəyir və dünyada da legitimliyi itirir bu iki toplum. Sonra nə baş verir? Xocalı soyqırımı baş verir. Yəni tərəflərdən biri o qədər vəhşiləşir ki, girir arvad uşağa qədər bir kənddə öldürür. Yəni bu Xocalı soyqırımı 5 ilin nifrəti deyil, 100 illik bir planın nəticəsində baş verir. Yəni bir imperiyanın qurduğu siyasətdir, parçala və hökm siyasətidir. İki xalq bir-birinə birdən-birə düşmən elan edilir və birdən-birə də bunlar bir-birini doğramaya başlayırlar. Və bunu da ən yaxşı bizə göstərir Ermənilər və İran kitabı. Bu kitabı mütləq oxuyun. Çox qısadır, yəni 50 səhifədir. Və burada siz daşnaqlar nətər İranda rol oynayırlar, ümumiyyətlə ermənilər nətər birdən-birə türklərə qarşı bu qədər nifrətli olurlar, hamısını burada görə bilərsiniz.